mənim həyatımda ziddiyyətli məqamlar çox olub. Fəsillər kimi dəyişib hər şey. Elə məqam olub ki, doğrudan da mən şeirdən qaçmağa çalışmışam. Çox qəribə bir, hardasa 5 il, 6 il, bəlkə biraz da çox. Yəni, hətta şeirə sərf elədiyim vaxtı hesab edirdim ki, onu mən heçə vermişəm. Onun əvəzini çıxıb nəsirdə, dramaturgiyada, ssenaristikada daha çox şeylər eləyib, sanki o boşluğu doldurmaq məqsədi güdürdüm. Necə nail ola bilirdiniz buna? Yox. 7 il ərzində mən elə gəldi, nail oldum. İnsan qaça bilər. 7 il ərzində mən elə gəldi, nail olurdum da. Çünki 7 il mən şeir yazmadım. 2002-2003 hardasa bu illərdən 10-11-ə qədər. Amma mən nə qədər şeirdən qaçırdımsa, o qədər onun səsi daha çox gəlirdi və daha çox məni təqib edirdi. Və günlərin bir günü elə bir yenidən bir hansı bir divara dəydim. Danqıldadı, necə deyərlər, tezdən qayıtdım da var. Və ondan sonra təzədən başladım yazmağa və elə bir ki, arada bu 7 illik fasilə olmamışdı. Çox qəribə bir şeydi. Mən şeirə vaxt sərf edəndə mən sadəcə şeirlə məşğul olmurdum. Mən onun içində idim. Mənim həftələrlə vaxtım olub ki, tək yaşamışam, evin qapı bağlı olub. Ancaq səhərdən axşamacan kitabla olmuşam. Yəni, həddən artıq bir şeyin içinə çox girəndə müəyyən mərhələdən sonra bir adamın ürəyini vura bilər. Bu təhlükəlidir əslində. Və mən elə bir ki, həmin mərhələni yaşadım. Yəni, mən çox oxuyurdum həddən artıq və sadəcə oxumaq yox, mən eyni şeirləri nə qədər adam, necə deyim sən, təkrar, onun texnikasını, onun qafiyəsini, vəznini, mexanizmini filanını. Yolda kitab oxuyurdum, yemək yeyəndə kitab oxuyurdum, kəndə gedirdim, kitab oxuyurdum. Ancaq əruz şeirləri. Və o vurdu məni bir müddət, hardasa 2002-2003-cü ildə. Bir 7 il nəfəsimi dərdim, nifrət elədim. Sonra tezdən sevgim qayıtdı ona. Yəni, konserv oldu. Necə idi bu qayıdır? Necə oldu? Bir misrayla oldu, çox qəribə bir şeydir. Nəylə başladı? Maşın sürə-sürə birdən belə nəyisə düşünə-düşünə, mənim kimin barəsində düşünürdüm, heç yadımda da deyil. Birdən bir fikir gəldi ki, baxma yanındayam, amma elə getmiş kimiyəm. Bir də misray gəldi, yəni orada da insan bəzən istər bir məkan olsun, istər bir iş olsun, istər bir canlı insan olsun, istər öz cinsindən, əks cinsindən. Bəzən sən bunun yanındasan, amma əslində orada deyilsən. Və yaxud sən bu idarədə işləyirsən, amma əslində sən burada deyilsən. Və yaxud sən bu işlə məşğul olursan, gündəlik gördüyün bir işdir. Amma sən burada fiziki olaraq buradasan. Sənin beynin, ruhun, fikrin, düşüncən başqa yerdədir. Hal əhlidə sanki. Haradasa hal əhli adlandırmaq. Yəni, o bir misranın dalıcı bir ölüm, ikinci beyti gəldi, nə bilim, üçüncü beyti, dördüncü beyti. Maşını saxlayana qədər beynimdə qəzəl hazır idi. Onun dalınca sonra biri, onun dalınca sonra biri. Sonra özünüz üçün analiz eləmədiniz ki, nəyə görə? Bu labüd idimi? Çox enerji sərf olundu. Mən çox baş vurmuşdum onun dərinliklərinə, yəni texnikasına, ruhuna və o müəyyən məqamda qəfil yorğunluq gəldi. Yəni, ümumi yorğunluq yox, şeirdən yorğunluq. Amma qazandığınız çox oldu. Siz bilərsiniz. Mənim üçün indinin özünə qədər hərdən o hal gəlir. Deyirəm, ümumiyyətlə, mən niyə sərf eləmişəm vaxtımı, niyə bu şeyləri bəlkə də daha fərqli, yaxşı bir şeylərə sərf eləməliydim, cavanlığımı. O yenidən başlayandan sonra yazılan şeirlərin əksəriyyəti ekspressiyalardır. Yəni, ani gələn hisslərdir. Moment onu əksər etdirə bildin yazıda, elədin. Elətdirmədin, keçdi, getdi 5 dəqiqədən sonra artıq o hiss qalmır. Yəni, ekspressivlik əruz ədəbiyyatında heç vaxt olmayıb bu vaxta qədər. Yəni, əruz şeirində ekspressiya olmur. Niyə? Çünki əruz şeiri o qədər riyazi, məntiqi, dəqiqliklə yazılan bir şeir növü olub ki, onu həmişə düşünə-düşünə, fikirləşə-fikirləşə, məntiqi bağlantılarını qura-qura, hiss və duyğuları bir növ o qəliblərə sala-sala yazılıb da. Amma ekspressivliyi elə bir şeydir. Dayanırsan, hansısa məqamda nəsə bir ekspressiya gəlir, ani ötəri hiss. Onu yaxın yarım saat ərzində yazdın, yazmadın, 5 dəqiqə, yarım saatdan sonra hissdən heç nə qalmır. Mənim o fasilədən əvvəlki dövrüm bir çox oxucularım vardı ki, mən onları fasilədən sonra itirdim. Yəni, onlar indiyə qədər mənim o sarı yarpaqlar, yağışam, orada qalıblar. Yəni, düşüncəni qəbul edən adamlar şeirdə ekspressiyaların mahiyyətini tuta bilmirlər ki, bu nə idi ki, nə olsun. Amma əksinə xeyli də oxucu qazandım o insanlar ki, o ekspressiyaların ruhunu tuta bildilər. Və o ekspressiyaların əruzda tamam fərqli səsləndiyini hiss elədilər. Yəni, bilsən, ani bir gələn duyğudur da, onu yenə deyirəm, saxladın, saxlamadın, getdi, artıq onu sonra tutub gətirmək olmur. Gözəldir. Görmürsünüz, mən danışa bilmirəm, artıq nitqim qurub bunun qarşısında. Mən özümə, məsəl üçün, həmişə, özüm də indi beynimdə həmişə, hər şeir məndə bir həftə, 10 gün, 20 gün zikir kimi beynimdə fırlanır. O yeri ki var, gəlir, deyir, cırıq kitablarımdır, əzik varaqlarımdır, bunlar şeir deyil ki, şikəst uşaqlarımdır.
hərdən də oradan da mənə öz yaradıcılıq nümunələrim naqis uşaqlara bənzəyir ki, sən bu evladı dünyaya gətirmirsən, amma tam istədiyin mükəmməlliyə nail olmamısan da. Çünki tam istədiyin mükəmməlliyə nail olandan sonra da dalıca heç nə yazmazsan. Sənətkar əgər nəsə yazmağa davam edirsə, deməli hələ də biraz da mükəmməl olmağını istəyir, biraz da gözəl olmağını istəyir. Və əgər ona nail olmamısansa, bu bir növ naqis evlad kimi bir şeydir də o şeirlər. Amma gözəl hissdir. Bu kədərin içində, əslində bu kədər sevdiyin bir kədərdir və ruhuna yaxın, doğma olan bir kədərdir. Yaxın deyə bilməzdik. O ruslarda bir ifadə var, deyir, formiruющий начало. Yəni, formalaşdıran başlanğıc. İnsanın ruh dediyimiz, belə deyim də, varlıq adlandıraqmı, hissəmi adlandıraq, bilmirəm, o məfhumun adını nə qoymaq olar. O ruhun, belə deyim, o formalaşdırıcı başlanğıclarından da biri kədərdir. Yəni, insan kədərlənməyi bacarmırsa ruhu yoxdur. Yəni, onun ruhunun olmağı böyük sual altındadır. Yəni, həyatda təsəvvür elə də, qəm çəkməyən, dərd çəkməyən, həmişə deyib gülən, həmişə belə adama psix kimi gələr də. Yəni, sən o normal adam kimi qəbul edə bilməzsən bunu. O baxımdan mən elə gəlir ki, kədər elə ruhun həm də özüdür. Yəni, ruhu... Və gözəl bir kədərdir bu. Sən ruhuna doğma bir kədərdir. Sən ruhunun bir hissəsidir və sən məqam bu kədəri yenidən hiss eləmək istəyirsən, sanki içindən bir tələbat olur. Böyük tələbat var, ona böyük tələbat var. Necə ki, insanın sevincə, fərəhə tələbatı var, o qədər də kədərə tələbatı var və çox qəribə şeydir ki, insan nə qədər düşünən, nə qədər proseslərin dərinliyinə getməyə çalışan, nə qədər həyatda daha çox zövq səviyyəsi yüksək olan insan olursa, kədərə tələbatı məhz o qədər çox olur. Çox qəribə bir şeydir. Yəni, kədər sanki dərinliyin, o bir məsəl var, məşhur bilmirəm hansı filosofların söhbəti, ya lətifədir bilmirəm, deyir, biri gəlir bir filosofun yanına ki, deyir ki, mən heç çox sevinə bilmirəm, yəni, hamı deyir, gülür, hansısa bir bayramda, şənlikdə, mən biraz belə özümü bədbin hiss edirəm. Yəni, həyatdan sanki bir növ belə pozitiv zövq almaq, pozitiv yox, yəni belə sırf həddən artıq fərəh hissi keçirdə bilmirəm. Deyir ki, mən sizi təbrik edirəm, siz müdrik insansınız. Yəni, bəlkə də intellektin, düşüncənin yüküdür biraz, ya bəlkə nədirsə bilmirəm. Yəni, dərin düşüncənin yanında kədəri görməyəndə sən onun dərinliyinə şübhə ilə yanaşırsan. İnsanlara da qiymət verəndə. Müəyyən yaşa qədər sən ancaq zahiri effektə qiymət verirsən. Məsələn, bu günlər, bu müasir dövrdə bizdə müvəffəqiyyət, uğur, məşhurluq çox böyük bir cazibəsi var da. Gənclər ərəqsiz ona doğru çox getməyə çalışırlar. Müəyyən vaxtdan sonra ora çatanda və yaxud da ora çatmış insanların yaxınına düşəndə başlayır illüziyalar dağılmağa. Məlum olur ki, o zahirən sənə belə bir deyim, möhtəşəm, dəbdəbəli, belə görünən bir insan əslində həyatda çox cılız, miskin, nə bilim, yaltaq, nə bilim, bədbəxt bir adam imiş. Və sənin o məşhurluqla, uğurla bağlı fikirlərin artıq dəyişir. Yəni, o baxımdan həmin o zahiri effekt, həmin o söz kimi bir şeydir ki, deyirsən, amma əsl həqiqət o deyilməyəndədir. Misraların arxasındakı şeirdədir, misraların arxasındakı həqiqətdədir. Və mən bütün tamaşaçılarımıza arzu edərdim ki, kitab da oxuyanda, insanları da oxuyanda, nəyəsə də qulaq asanda, həyatda hansı proseslərlə rastlaşanda heç vaxt ilk gözünə dəyənə fikir verməsin. İlk təsiri aldanmasın. Çünki ilk təsir elə formadır da. Yəni, konfetin kağızıdır. Konfetin kağızının gözəlliyi hələ onun içinin dadlı və xeyirli olmağı demək deyil. Təşəkkür edirik İlqar müəllim. Sizinlə bir daha söyləyirəm, həmişə söhbətimizin sonunda bu sözü deyirəm ki, sizinlə saatlarla, günlərlə danışaram. Amma neyinək, Allah həsrət zaman yenə də öz sözünü deyir.